location, məkana bəlkə də 1 saat yol gedirsən ki, orada mən o huzuru, istirahəti tapıram. Ona da dəstək olan çox detallar var. Yalnız dadlı yemək deyil, yalnız gülərüz personal deyil. Harmoniyanın birləşməsidir. Bəli. Bioklimatiklə, məsəl üçün, əlavə ora bizim, məsəl üçün, pəncərə sistemlərimiz falan da var. Birlikdə ahəngidir. O insana zövq verir həqiqətən də. Yəni seçimi düzgün edin ki, sonra yanılmayasınız. Yatırımınızı belə deyək də, keyfiyyətli məhsullara yatırım edin ki, ondan sonra da o məhsullar sizə geri dönüş edəcək, zaten edəcək. 100%. Bir də ki, əziz dostlar, belə bir məqam var ki, heç bir halda insanın gözləri aldada bilmir də, nə özünə başqasını. Bizim də görüntülər var, efirə sonra işin adamı səhifəsinə daxil olub baxa bilərsiniz. Kəmal xanım bu danışanda, bu Aspergodan o qədər belə özü o istirahət əhval-ruhiyyəsi simasında əks olunur ki, özü də bir xanım olaraq da o deməkdir ki, almağa dəyər. Çünki hər bir xanıma arzulayıram elə bir evində məkanı olsun. Amin. Elə bizdə. Elə bəylər də arzulayır, yazıq bəylər. Əsas xanımlar əziyyət çəkir də, belə deyək. Kişilərə nə var ki, əsas xanımlardır. O evin komfortu, əsas xanımlar deyir, o bilir ki, rahatdır ya rahat deyil. Onu biz bilərik. Kişilər çoxsu çöldə olur. Və bugün daha bir kişilərin hüququ tapdalandı. Nəysə, yazıq kişilər. Davam eləyək. Əziz kişilər, bizə nə var, bizə heç nə. Bir dənə stul olsun, bəsdir. Hörmətli xanımlar və cənablar, əlbəttə ki, zarafatdır. Efirimiz isə davam edir. Bizim WhatsApp nömrəmizə gələn suallar var. Bir daha xatırladım nömrəmizi. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. 099 6 97 97 nömrəsinə gələn sualların bir neçəsini səsləndirim. İcazənizlə bir dəqiqə mən də daxil olum. Aha. Deməli, sizi ürəkdən salamlayıram. Aleyküm salam. Zəmanətiniz olurmu? Olurmu? Əlbəttə ki. Sizə necə olur? Çatdırılma, quraşdırma, 2 il zəmanət və çalışdığımız qədər müştərilərin, çünki niyə stokda, məhsullarımız stokdadır. Hər nəsə baş verəsə da biz gözləmirik ki, Türkiyədən məhsul gəlsin. Vaxt itkisi, zaman itkisi, müştəri, belə deyək, turizm sahəsində olanlar nə edir? Müştəri itirəcək. Məsəl üçün, tutaq ki, hər hansı bir detalı xərab olub, artıq məkanda müştəri otura bilməz. Nə baş verir? Müştəri itkisi. Bizdə amma o yoxdur. Məhsullarımız stokdadır, Türkiyədən tırlar vasitəsilə gəlir, yığılır stoklarımıza. Yəni, punktalıyıq da, nəsə baş verərsə biz həmən yerindəcə həll edirik. Və 2 il zəmanət çalışdığımız qədər də daim öz müştərilərimizə belə deyək də minimal qiymətdən servis xidməti edirik çalışdığımız qədər. Bir də bir sualım olacaq. Bu məncə sizə də dinləyicilərə də faydası olan sualdır. Elə dinləyicimiz göndərib 40 nömrəsindən ki, hissəli ödəmə mümkündürmü? Yəni kredit, özü belə yazılıb. Kredit yox, kredit. Hələ ki yox. O əfsuslar olsun ki, o layihəmiz aktiv deyil. Gəlir yaxın zamanlarda düşünürük. Bəli, çünki sərgilərimizdə bir çox belə deyək də müştərilər yaxınlaşıb bizə o sualı verir. İnşallah yaxın zamanda da o da aktiv olar. Kəmal xanım, efirimizin daha bir ənənəsi var. Sonda mən qonağa belə bir sual verirəm ki, əziz qonaq, aparıcıdan nə eşitmək istəyərdiniz? Başqa hər hansı bir sual varmı? Qaldımı? Çünki son dəqiqədir. Yox, təşəkkür edirəm. Dəqiqələr necə gəldi, keçdi, heç özümdə hiss eləmədim. Həqiqətən çox sağ olun Kamran bəy, minnətdaram. Deyirəm, dəvətiniz üçün təşəkkür edirəm. Daim belə deyək də biz BF olaraq efirlərdən, gözlərdən itməyək. Amin. Ona arzulayıram şirkətimizə. Amin. Təşəkkür edirəm, minnətdaram. Biz təşəkkür edirik, minnətdarıq, hər zaman qulluğunuzdayıq. Kəmalə xanım bizdən birlikdə idi. BF Şirkətlər qrupunun tərkib hissəsi olan Aspergo şirkətinin dəyərli nümayəndəsi olaraq bizlə həmsöhbət oldu. Sizi uğurluyuram, özünüzü qoruyun. Və hörmətli xanımlar və cənablar, efirimiz isə davam edir. İşinin adamı davam edir. Gəlin biraz sponsorlardan danışaq. Sponsor məlumatı. Bizim efirimizin dəyərli həm sponsorları var, həm tərəfdaşları var. Onlardan biri də Fit Lokmadır. O bilirsiniz nədir? Fit Lokma, hörmətli xanımlar və cənablar, şəkərsiz, glutensiz, tam təbii, orqanik məhsullardan hazırlanan 100% təbii atışdırmalıq
bir yeni markadır. Artıq günorta yorğunluğu, sağlam qidalanma dərdi bitdi. Çünki fit lokma az bizə həm dadlı, həm də ki faydalı atışdırmalar təqdim edir. 055 537 97 57. Bütün 7'ləri düzüblər ora, maşallah olsun. Bizim efirimizin değerli sponsorlarından biridir. Amma birazdan digər sponsorlardan da danışarıq. Düşünürəm ki, ikinci hissəyə keçid almışıq və qonağımızla həmsöhbət olmağın zamanıdır. İşin adamını dinləyirsiniz və izləyirsiniz. İşinin adamı. İşinin adamı studiyadadır. Bəli, işin adamı studiyadadır. Biz az önce bildirdik. Bugün BF Şirkətlər qrupundan danışırıq və BF Şirkətlər qrupunun daha bir sahəsi Kanat Alüminiumdur. Kanat Alüminiumun bütün incəliklərini bizlə bölüşəcək şirkətin nümayəndəsi Rəşad bəydir. Rəşad Məmmədov. Rəşad bəy, xoş gəlmisiniz. Xoş gördük Kamran bəy. Necəsiz? Çox sağ olun, siz yaxşı olasınız. Biz İlk də öncə yaxşı. sizi doğum günü münasibətilə təbrik Sağ olun. edirik. Elə demin utanım da oradan. Bəzi verilişlər var idi Yavuzdadır. Efirdə 2-3 saat ad gün qeyd edirlər. Özümə elə o qoca sənətkarlar kimi hiss elədim. Eybəkdə dindəmiz. Uğurlarınız davamlı olsun. Amin. Amin birlikdə, dostlarla birlikdə. Danışın görək. Əsas efirimizə biz bugün kanat üzərindən indi bu hissədə fokuslanmaq istəyirik. Kanat alüminium hansı işlər görür? Kanat Alüminium BF Şirkətlər qrupunun tərkibində olan olaraq 2012-ci ildən fəaliyyət göstərir Azərbaycanda. Kanat Alüminium əsasən Kanat Alüminium satdığı sistemlər, mövcud olan sistemlər, qatlanan cam balkon, siyirmə sistemləri, paket siyirmə sistemləri, paket qatlanan sistemləri və bunların rəng çeşidləri, giyatin sistemi, bu sistemləri satışını həyata keçiririk. Elə bu? O boyda iş görürsünüz qardaş. Xahiş edirəm özünüz öz əziyyətinizi Bu satdığım, bu adını hədər çəkdiyimiz eləmir. sistemlərimizin hər birinin 7 cürə rəngi var və hamısı da stoklarımızda mövcuddur. Və inşallah ki, yeni sistemlər nəzərə tutulur, yeni sistemlərin olmağı. biraz detallara keçək. Bu sistemlər danışırıq. Bəli. Elə bu sistemlərdən danışaq. Bir-bir. Qatlanan cam balkon sistemləri Bir. istər tək qat sistemi, istər paket olaraq əsasən binalarda balkonların bağlanması və yağışın, küləyin qarşısının 80-85% qarşısını alınmaq üçün istifadə olunur. Siyirmə sistemləri əsasən söhbətgahlarda, restoranlarda, teraslarda bu bayaq Kəmalə xanımın qeyd elədiyi bioklimatik, pergola, bu sistemlərin İndi bu söhbətgahı sən təriflə, kişilərin bir günahı olur. Bayaqdan xanımlar üçün Kəmalə xanım sağ olsun. Bu sistemlərin yanlarını bağlamaq üçün istifadə olunur. Həm sürgü sistemi, həm giyatin sistemi. Söhbətgahlarda, dediyim kimi, restoranlarda, otellərin teraslarında, bu kimi yerlərdə istifadə olunur əsasən. Ofislərdə də olur da. Ofis ara kəsmələrində əsasən siyirmə sistemləri istifadə olunur. Başqa da bu Başqa da o qədər yerdə olur ki, ya. bir çox yerdə adını çəkmək olar. Bu sistemdə Ürəyin istəyirsə çək. belə deyək, açıq məkanların bağlanması üçün istifadə olunan sistemlərdir. Tamam. Həm Elə bilim sürgü- hansısa bir markadır çəkəcəksən. Yaxşı, ki biraz da bu özünə məxsus xüsusiyyətlərindən danışaq da bu kanat alüminiumun. Ki bax belə bu bizə məxsusdur deyirik kanatda həmişə. Nədir o? Kanat alüminiumun özünə məxsusluğu, özəlliyi, sistemlərin həm rəng çeşidləri, həm məhsulun keyfiyyəti, çatdırılması müştərilərin ünvanına, həm Azərbaycanda satışını həyata keçirir və xarici ölkələrdə, misal üçün Qazaxstana biz buradan sistemlərdən satışını həyata keçiririk. Bu hardan gəlirdi? Necə? Bu kanat alüminium Türkiyədən gəlir. Bəli, bir türk markasıdır. Qazaxstan Azərbaycan vasitəsilə. Bəli, alır, Qazaxstan Azərbaycan vasitəsilə alır bu sistemləri bizdən. Qazaxstan çünki bu Qazaxstanda, Özbəkistanda Çin bazarını belə hop adam götürüb qoyublar. Hara gedirsən elə o söz yerinə çəkər. Bu yaxınlarda demirəm Özbəkistandan gəldi. Qardaş, məsələn bir şey tapa bilmirsən də nə gətirəsən, kimə nə gətirəsən. Hər şey Çində. Hamısı eyni də, yəni hər şey. Bir də nədir? Çərəzləridir, bir də milli geyimləri yekə-yekə o da maşallah kimə gətirsən onu.
Ona görə də Sual verdiniz ki, qanat alüminiumun özəlliyi, yəni özəlliyimiz odur ki, Türkiyədən daha rahat ala bildikləri təqdirdə seçimləri qanat alüminium oldu. Aysa. Bir neçə markalar var da. Bu niyə bax bizdən alırlar? Nədir onları? Qiymətdə yoxsa başqa onları qane eləyən, sevindirən nədir? Əsasən onları qane eləyən şirkətin onlara göstərdiyi xidmətdir. Onların aldıqları sistemləri biz buradan yarım fabrikat olaraq hazır göndəririk olaraq. O böyük bir problemdir. O qədər şirkətlər var ki, elə dünyada da düzəməli, hətta eləsi var ki, arasında məhsulu yaxşıdır, keyfiyyətlidir. Qardaş, xidmətdə gətirirlər. O qədər uğursuzluq eləyirlər ki, yaxşı xidmət göstərən şirkət görəndə adam deyir, 2 manat artıq verim. İndi şərti deyirik də, misal çəkirik. Amma qoy yaxşı xidmət alım. Üstə maşallah olsun. Xidmətiniz yaxşıdır yox. Xidmətimizin əsasən istifadə xidmətimizin özəl olar olduğu üçün bunlar digər markalar seçmədilər. Yalnız qanat alüminium seçimləri qanat alüminium oldu. Və ay ərzində demək olar ki, hər ay onlara xidmət göstəririk. Okay. Siz bizə nə maraqlıdır? Sizin bu xidmətlər deyəndə indi Azərbaycanda çatdırılma, quraşdırılma kimi məsələlər var xidmətlərdə. Bunlar yalnız Bakıdan ibarətdir, yoxsa regionlarda da var? Regionlarda da çatdırılmamız mövcuddur regionlara. Yük maşınları vasitəsilə regionlara mal çatdırmamız mövcuddur. Və qanat alüminium olaraq həm Bakıda, həm də Sumqayıtda filialımız mövcuddur. 2 dənədir elə. Hələ ki 2-dir. İnşallah yaxın gələcəkdə Azərbaycanın bir çox regionlarında qanat alüminium filiallarının açılması olacaq inşallah. Bu fəaliyyət göstərəcək. Xoşuma gəldi bu hələ ki sözü. Deməli, mən bir dənə əlaqə nömrəsini xatırladım. Maşallah olsun, diqqətli dinləyicilər var. Maşallah, nömrəmiz artıq dillər əzbəridir. Bir dənə də hər ehtimala yeni dinləyicilər üçün xatırladım, sualımız var çünki. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907 099 6 907 907. Salam, salam. Kənan bəy bizi salamlayır. Aleyküm salam. Bir məkan üçün quraşdırma nə qədər çəkir? Sual. Buyur. Bir məkanda ən əsası baxır müştərinin istəyi olduğu sistem hansı sistemdən istəyirsə, sistemdən və işin həcmindən asılı olaraq 10-15 iş gün ərzində təhvil vermək mümkündür. Əgər danışdığımız bu cam balkon siyirmə sistemləridirsə. Xeyr, əgər bioklimatik pergola sistemləridirsə, bu biraz daha artıq bir 20-25 gün, 30 iş gün ərzində bunların quraşdırılması mümkündür. Ən əsası işin həcminə baxır. Sizdə necə olur zəmanət məsələsi? Bizdə zəmanət məsələsi 1 il zəmanət verilir. Bizdə mexanizmlər motor tipli elektron olmadığı üçün bu qatlanan cam balkon siyirmə sistemlərdə əsasən bunların servisinə xidmət göstəririk müştərilərə. 1 il zəmanət verilir. Biz bir görüntülər də təqdim edirik. Həm söhbət olmuşduq dəyərli Faiq müəllimlə. Faiq müəllim də salamlayırıq. Çox xətiri əzizdir. Maşallah olsun. Onun siması bütün komandanı salamlayıram mən. Çox qəşəng sizdə bir sistem var. Sakit. Artıq sistemə oturmuş bir nədir adı? Bayaqki söhbət oldu. Kəmal xanım harmoniya məsələsi. Harmonik orada bir idarəçiliyi var. Maşallah. Çox xoşdur sizin kimi işinin qədrini bilən dostlarımızı görmək. Əziz dostlar, mən təklif edirəm ki, Rəşad bəy şirkətin bir əlaqə nömrəsində xatırlatsın. Şirkətimizin əlaqə nömrəsi 050 998 1001. Şirkətimizin ünvanımız 6-cı mikrorayon Məsud Davudoğlu küçəsi 33-də yerləşir və şirkətimizin özəllikləri... Ora biraz Varovski tərəfdə deyirlər, sadə deyirlər. Bəli, Varovski köhnə Mətin Şadlıq sarayının arxası. Bəli. Şirkətimizin özəlliyindən biri də odur ki... Uşaq poliklinikasının Bəli, 20 nömrəli uşaq poliklinikasının üzbəyiz. Şirkətimizin özəlliyindən biri də odur ki, şirkətimizdə, ofisimizdə böyük bir showroomumuz var. Var, hə? Gəlib görmüşdü bizim showroomumuzu. Yəni, müştərilər istədiyi vaxtı sistemi sifariş verməmişdən öncə gəlib sistemlərin real olaraq işləmə prinsipinə, profilin keyfiyyətinə, rəng seçimlərini ofisimizdə edə bilərlər.
Əla, gözəl, biz də dəvət edirik. Hörmətli dostlar, gəlin biraz digər sponsorlarından danışaq. Sponsor məlumatı. Diqqət, diqqət, əziz avtomobil idarə edənlər. Əgər siz də arzu edirsinizsə ki, avtomobiliniz həmişə öz belə gözəlliyini, təravətini qorusun, ona görə də sizə mən təqdim etmək istəyirəm. İndi görüntülərdə hal-hazırda Dev markasıdır, okey. Əziz avtomobil idarə edənlər, Dev markasına müraciət edə bilərsiniz. Amma hörmətli xanımlar və cənablar, hörmətli avtomobil idarə edənlər, biz arzu edirik ki, avtomobiliniz həmişə qəşəng görsəsin. Ona görə də bir dünya markasına bugündən etibarən əməkdaşlığımız başlayır. Söhbət Avery Dennison'dan gedir. 1935-ci ildən, görün, şirkətdə olan təcrübəyə bax. 1935-ci ildən avtomobil qoruma sahəsində lider olan dünyaca məşhur bir markadır. Avery Dennison markası nəzərinizə çatdırmaq istəyirəm ki, öz-özünə sağalan səth təqdim edir, saralmaya, ləkələnməyə qarşı davamlılıq və parlaq görünüş təmin edir. Ümumiyyətlə, bu şirkətin o qədər fəaliyyət sahəsi var, o qədər detallı, orada sizin avtomobillərinizə PPF-dən tutmuş, sizə belə deyək də, ola bilər ki, yol gedirsiniz, bir çınqıllı yol ola bilər, orada problem yaradan bir indi görüntülərdən də görürük. Baxın, bu görüntünü mən təklif edirəm ki, diqqətlə izləsin hər kəs. Bu problem yalnız səthin üzərində oldu. Amma onu çıxardırsınız, görürsünüz ki, avtomobildə heç bir zərər dəymir, yəni zərbəyə də davamlıdır. Ən yaxşı əlaqə nömrəsi 055 327 0074 nömrəsi ilə əlaqə saxlayın. Ünvan Nərmanov rayonu, Əhməd Rəcəbli 3-9A. Təşəkkür edirik dostlarımıza. Biz isə davam edirik. Əziz dostlar, hörmətli xanımlar və cənablar, efirimizdə digər sponsorlar da var. Onlardan da biri proqramımızın 7:24 efirdən sonra PR-ını həyata keçən Media Fabrikidir. Media Fabrikində siz marketinq xidmətlərini əldə edə bilərsiniz. Podkast studiyaları da var, çünki bir çox şirkətlər podkast studiyası axtarırlar. 055 214 61 14 nömrəsini zəng edin və 5 oktyabrda məşhur, dünyaca məşhur TEDx tədbiri olacaq. TEDx Bakıxanov adı altında, amma Nizami Kino Mərkəzində olacaq tədbir. Aparıcısı da mən Kamran Yaradanquliyevəm. Gəlin, bu tip tədbirlər ayda ilə bir dəfə olur ölkəmizdə. Belə bir fürsət əldən keçirməyin, siz də müraciət edin. Belə, sağ olsun, ad günü təbrik etdi bizim dəyərli qonaqlarımız, dostlarımız. Ad günündə deyil, bütün özəl günlərdə Mulli Gift'dən hədiyyə almaq imkanınız var. Mulli Gift'dən siz hər zövqə, hər formaya, hər kreativliyə, hər rəngə uyğun hədiyyələr təqdim edə bilərsiniz doğmalarınıza. 099 725 0400 İçərişəhər metro stansiyası, daha dəqiq desəm Sabir heykəli ilə düz üzbəyüz binanın altında yerləşir. Belə uğurlar arzu edirik və biz davam edirik. Birazdan qısa fasilədir. Qısa fasilədən əvvəl əlaqə nömrəmizi xatırladım. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, zəng və WhatsApp nömrəmiz 099 6 907 907-dir. Əziz dostlar, nəzərinizə çatdıraq ki, BF Şirkətlər qrupunun istiqamətlərindən biri də Kanat Alüminiumdur. Kanat Alüminium öz-özlüyündə böyük bir işlər həyata keçirən şirkətdir və şirkətin nümayəndəsi, dəyərli dostumuz Rəşad Məmmədov bizlə birlikdədir. Qısa fasilədən sonra yenidən həmsöhbət olacağıq. Bu fasilədən səmərəli yararlanaq deyə mən əlaqə nömrəsində xatırlatdım. Suallarınızı ünvanlaya bilərsiniz. Birazdan eşidilərik. Yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mistillərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz gücünüzdür. Reklamlar. Hilfandan şok endirimlər. Hilfan kompozit boru 1 manat 35 qəpik deyil, 1 manat 19 qəpik. Hilfan boru sağlamlığını qoru. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Sahibkarsınız, biznesinizi böyütmək üçün dəstəyə ehtiyacınız var.
Dəstək üçün Bankov Baku var. İndi Bankov Bakudan 100.000 manatadək sahibkar krediti əldə edin, biznesinizi böyüdün. Üstəlik, krediti 12 ayədək güzəştlə, zaminsiz və girovsuz əldə etmə imkanı da var. Daha ətraflı 145. Bankov Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Vergi bəyannamələri Sima imzada, onlayn kargüzarlıq Sima imzada, hesab fakturaları Sima imzada, sahibkarlar və hüquqi şəxslər üçün pulsuz elektron imza Sima imzada. Keyfiyyətli ehtiyat hissələri problemsiz sürüşün açarıdır. Orijinal detalları Sol Avtonun Bakı və Sumqayıt filiallarından, həmçinin solavto.az saytından sifariş et. İlk sifarişdə 10% endirim qazan. Eynəklə vidalaşmaq vaxtıdır. Ağrısız, bıçaqsız lazer texnologiyası artıq Batı gözdə. Kampaniya ilə gələnlərə ilkin müayinə 50% endirimlə. Ətraflı məlumat üçün Ulduz 4033. Sizə zəng gəldi və kart məlumatlarınızı istəyirlər? Dayanın, kart məlumatlarını başqaları ilə paylaşmaq olmaz. Hesab və kartınızın təhlükəsizliyi üçün daim tədbirli olun. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Perla Mebildə cehiz paketləri cəmi 2205 manatdan başlayan qiymətlərlə 3w.perla.az Qaynar xətt 918 Perla sizi düşünür. Qatqısız və xüsusi seçilmiş toxumlardan soyuq sıxım metodu ilə ərsəyə gələn kətan toxumunun yağını mərhələli filtrləmə prosesindən keçərək yüksək sanitar qaydalara uyğun istehsal olunur. Məhsul orqanizmə zəruri olan omega 3, 6, 9 doymamış yağlar, vitaminlərlə və makro-mikro elementlərlə zəngin olub. Qida Təhlükəsizliyi Agentliyindən rəsmi qeydiyyatdan keçib Ekovita şirkətinin istehsalı olan kətan toxumunun yağını apteklərdən və 099 345 12 34 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Ətraflı məlumat ekovita.az. Endokrinologiya və metabolizma xəstəlikləri üzrə üst səviyyə uzman doktor Nərimanə İmanova Yağcı, tiroid xəstəliklərinin bütün növləri, insulin dirənci və şəkər xəstəliyi kimi günümüzdə tez-tez rast gəlinən sağlamlıq problemlərinin müalicəsini Məlhəm Beynəlxalq Hospitalda həyata keçirir. Metabolizma xəstəlikləri, piyələnmə və metabolik sindrom, qan şəkərinin azlığı, hamiləlikdə endokrin hormonal pozğunluqlar, hamiləlik şəkəri kimi bu tip xəstəliklər dünyada mövcud olan ən son tibbi protokollarla uzman doktor Nərimanə İmanova tərəfindən Məlhəm Beynəlxalq Hospitalda müalicə olunmaqdadır. Ətraflı məlumat üçün telefon 803. Məlhəmlə sağlam yaşa. Məlhəm Beynəlxalq Hospital İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Perla Mebildə seçilmiş məhsullara 18 aylıq kreditlə 35%-ədək endirim. İndi al, 2 ay sonra ödə. 3w.perla.az Qaynar xətt 918 Perla sizi düşünür. Keyfiyyətli ehtiyat hissələri problemsiz sürüşün açarıdır. Orijinal detalları Sol Avtonun Bakı və Sumqayıt filiallarından, həmçinin solavto.az saytından sifariş et. İlk sifarişdə 10% endirim qazan. Eynəklə vidalaşmaq vaxtıdır. Ağrısız, bıçaqsız lazer texnologiyası artıq Batı gözdə. Kampaniya ilə gələnlərə ilkin müayinə 50% endirimlə. Ətraflı məlumat üçün Ulduz 4033. Sima rəqəmsal imza vergi portalında New Etaxes.gov.az saytında elektron kabinetə Sima imza ilə giriş edin. Vergi hesabatlarınızı ödənişsiz göndərin. Sima imza fərdi sahibkarlar üçün 6 ay pulsuzdur. Perla Mebildə cehiz paketləri cəmi 2205 manatdan başlayan qiymətlərlə 3w.perla.az Qaynar xətt 918 Perla sizi düşünür. Reklamlar. Bravo'da 15 oktyabr tarixinədək super manat günləri. 1 kilogram Ülker Albeni mini şokolad çeşidləri 14 manat. 400 qramlıq Şah Gold qara çay çeşidləri 7 manat. Super qiymət, super qənaət üçün. Bravo! Doğru seçim. Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı davam edir. Bəli, əziz dostlar, hər vaxtınız xeyirli olsun. İşin adamı davam edir. Mən Kamran Yarıdan Quliyevin təqdimatında həftə içi 5 gün. Bugün isə həftəmizin son efir günündəyik və efirimizin son dəqiqələridir. Mən
bir xahişim var. Bizim dəyərli qonağımızdan zəhmət olmasa şirkət haqqında ənənəmizə sadiq olaraq qısa fasilədən qayıdandan sonra bir daha məlumat versin və bildirim ki, layihəmizin dəyərli sponsorlarından biri də BF şirkətlər qrupudur. BF şirkətlər qrupunun tərkib hissəsi olan şirkətlərdən biri də Kanat Alüminiumdur. Rəşad bəy bizə bu Kanat Alüminiumdan biraz danışsın bir daha. Buyur. Kanat Alüminium Türkiyə Cam Balkon markası. Azərbaycanda biz 2012-ci ildən BF şirkətlər qrupunun tərkibində fəaliyyət göstəririk. Kanat Alüminiumun Türkiyə Cam Balkon markası Türkiyədə bir tanınmış marka olduğu üçün Azərbaycanda da artıq bu çox bir tanınmış markadır. Və bizim bu Kanat Alüminiumun marka olmağı belə deyək, ustaların ev sahibləri qarşısında daha rahat olmasını belə deyək də, ev sahiblərindən qabağında belə desək üzü ağ olurlar da. Yəni arxayındırlar ki, bu profildən istifadə ona görə ustalar sizinlə işləyir də. Marka olaraq. Ev sahibi bir dənə nədənsə ustadan narazı qalsa, bütün layihədə inciklik düşəcək. Yaxşı da olsa deyəcəm, amma bunu yaxşı elər, amma onu yaxşı eləmədi. Bəli. Biz də marka olaraq ustaların seçimi onun üçün Kanat Alüminiumdur ki, siz demişkən ev sahiblərinin qarşısında üzləri ağ olur daimi. Bu bilirlər ki, bizim satdığımız profillərdən bir problem çıxmır. Əla. Sonra Kanat Alüminium olaraq bizim ustalar üçün, belə deyək, sexlər üçün göstərdiyimiz bir xidmət var. Hansı? Misal deyək, ustaların işini daha da asanlaşdırmaq. O nədir? Ustalar ev sahiblərindən ölçünü alırlar və bizə yönləndirirlər ölçüləri. Biz ustalara bu göndərilən ölçüyə uyğun şüşənin ölçüləridir. Ora istifadə olunacaq materialın siyahısıdır və nə material gedəcək. Əməli xidmət deyə bu. Bəli, yəni ustalar daha da əziyyət çəkmirlər də ki, deyək ki, başqa yerdə getsələr siyahı aparıb verməlidir ki, mənə bu materialları verir. Bizdə yalnız onu ölçü olaraq atırlar və biz ölçüyə uyğun hansı material istifadə olunacaqsa, bir növ sexlərin işlərini daha da asanlaşdırırıq. Nice. Yaxşı fikirdir bu. Əməli komfortdur. Çünki usta bunu sən demiş, ya gedəcək, ya özü etməlidir, çətin olur. Bu xidmətə də vuranda əməli puldur bu. Bir usta bir gün ərzində 3 ev sahibindən ölçüyə getsə və hər ev sahibinin yanında bir saat yarımı material siyahı çıxarsa. Üstə gəl tıxacılar. Bəli. Bunlar vaxt itkisidir. Çox qəşəng fişqa tutmuşsa. Ustalara göstərdiyimiz xidmətlərdən biridir. İndi bildim niyə ustalar sizinlə işləyir. Kanat Alüminium olaraq oktyabr bu ayında sərgidə biz də varıq, inşaat sərgisində. Kanat Alüminium markası olaraq inşallah sərgidə. Aynı neçəsidir o sərgi? 14-ü, 15-i, 16-sı. Nə gözəl. Sərgidə inşallah müştərilərimizi gözləyirik. İnşallah. Deməli, mən efirdən, daha doğrusu qısa fasilədən əvvəl nömrəmizi xatırlatmışdım. Elə efir gedə-gedə ənənəvi bir sual gəldi. O nədir? Hissəli ödəmə var mı? Yəni, daha doğrusu bu dəfə kredit soruşublar, amma var da, yəni hissəli ödəmədə. Bəli, bizdə hissəli ödəmə hələ ki yoxdur. Çünki təklif elədiyimiz müştərilərə satdığımız qiymət, topdan qiymətlər olduğu üçün hələ ki o kredit hissəli ödəniş yoxdur, amma yaxın gələcəkdə düşünürük bu barədə. Tamam. Bir də belə bir sual var ki, minimum maksimum nə qədər almaq olur sizdən? Bizdə Kanat Alüminium markası olaraq bizdə topdan və pərakəndə satış mövcuddur. Çünki daha doğrusu pərakəndən soruşurdular. Topdan və pərakəndə satış mövcuddur. Pərakəndə də var da. Yaxşı, amma şouruma gəlməlidirlər. Bəli. Gəlib şourumda sistemlərlə tanış olub, topdan və pərakəndə satışını həyata keçiririk, istədikləri bir miqdarda ala bilərlər. Əla, gözəl. Son dəqiqələrimizdir. Sonda nə demək istəyərik? Sonda bunu qeyd eləyək ki, bizdə Kanat Alüminium markası olaraq toxunduğumuz mövzular hissəli ödənişdir. Daha yeni bunlara yaxın gələcəkdə düşünürük və daha da xidmətin artırılmasını yaxın gələcəkdə daha da yeni xidmətlər olacaqdır müştəriləri üçün. İnşallah. Sir deyilsə nə də öyle ayrır. Hələ ki onlar sirdir, başa düşdüm. Şirkətin sirri olaraq qalır. Yaxın gələcəkdə də olur. Rəşad Sigürmə çox xoş idi. Dəyərli Faiq müəllimə də salamlar, həmçinin sizin simanızda bütün komandaya və Füzuli müəllim də yorulmayasınız. O da elə bu yaxınlarda səfərdən qayıdıb işgüzar səfərdən uğurlar arzu edirik. Minnətdaram. Çox sağ olun. Biz də təşəkkür edirik şirkətimiz adından.
Biz də. İnşallah verilişlərimizdə uğurlar davamlı olsun. İnşallah əl-ələ verərək növbəti uğurlara doğru irəliləyək. Hörmətli xanımlar və cənablar, mən Kamran Yardanquliyevin təqdimatında işin adamını bu həftə dinlədiniz. Bu günlük və bu həftəlik demək istəyirəm işin adamı bitdi. Gələn həftə inşallah qismət olsun. Yenidən həm eşidilərik, həm izlənlərik. Zehni huzur həftə sonu hər kəsə arzu edirəm. Və sonda demək istəyirəm